Qida marağını necə inkişaf etdirmək olar? Bildiyimiz kimi, uşağın əlavə qidaya başlamağa hazır olmasının əsas əlamətlərindən biri məhz qida marağıdır. Hamı bu barədə çox danışır. Amma bu maraq necə görünür və ən əsası, onun yaranması üçün nə etmək lazımdır? Bunu çox az adam bilir. Təsəvvür edin ki, siz ayrı bir masada oturmusunuz. Siz həmişə yalnız süd içmisiniz və birdən qarşınızda bir bankada və ya boşqabda hansısa bir maddə peyda olur. Ağzınıza bu maddə ilə dolu qaşıq yaxınlaşdırılır və sizdən müsbət reaksiya gözlənilir. Qəribədir, elə deyilmi? Amma çox vaxt əlavə qidaya başlamağın ilk günü məhz belə olur. Görəsən, baş verənlər sizə maraqlı olardımı? Bəlkə də, bəli. Axı bu nəsə yenidir. Amma razılaşardınızmı ki, ağzınızı açasınız və qaşığın ağzınıza qoyulmasına icazə verəsiniz? Sualdır. Uşaq bu halda bizdən nə istədiyimizi o qədər də yaxşı başa düşmür. Amma əgər ana 4-5 aylığından etibarən uşağı yemək vaxtı dizinin üstünə otuzdurub, baş verənləri izləməyə, yeməyə toxunmağa, qoxuları hiss etməyə imkan versəydi, tədricən körpənin marağı artardı. O, özü toxunmaq, yalamaq, valideynin yediyini dadmaq istəyəcək. Əvvəlcə bu, sadəcə yeməklə oynamaq olacaq. Amma sonra uşaq əvvəlcə əlləri ilə tanış olduqdan sonra yaşına uyğun olaraq ağzı ilə də tanış olmaq istəyəcək. Üstəlik, ana da yeməyi ağzına qoyur. Beləliklə, uşağı dizimizə otuzdurmaqla biz onda qida marağının inkişafına kömək edirik. Bəzən saxta qida marağı da olur, yəni uşağa yeməyin özü yox, məsələn, qab-qacaq, boşqablar, stəkanlar maraqlı gəlir. O, siz ona boş qaşıq verəndə sevinə bilər və orada heç bir yemək olmamasına görə narahat olmaz. Bu o deməkdir ki, hələ həqiqi qida marağı yoxdur və bunun üzərində işləmək lazımdır. Bir də yaxşı olar ki, ana yalnız püri halında olan yeməyə fokuslanmasın, həm də müəyyən yaş üçün təhlükəsiz olan tikələri təklif etsin. Ən vacibi isə odur ki, öz nümunəmizlə uşağa nəyi və necə yediyimizi göstərək. Ona görə də uşağın stulunu böyük masaya yaxınlaşdırın, kiçik masaları yığışdırın, körpəyə ümumi masada olan boşqablara çatmaq, maraq göstərmək və fərqliliyini ortaya qoymaq imkanı verin. Əgər uşağa hansısa bir məhsul xoşuna gəlməyibsə, bu o demək deyil ki, o, həmin məhsulu ümumiyyətlə yeməyəcək. Sizin vəzifəniz yeni məhsulu tez-tez və müxtəlif formalarda təklif etməkdir. Uşağın vəzifəsi isə nə vaxt və necə onu dadmaq istədiyinə qərar verməkdir. Amma unutmayın ki, bəzi uşaqlara yeni yeməklə tanış olmaq üçün 5 dəqiqə kifayət edir, bəzilərinə isə bir neçə ay lazım ola bilər. Bu tanışlıq üçün atılan addımlar isə bəzən çox kiçik ola bilər. Əgər uşaq bir həftə və ya 2 həftə ərzində həmin məhsula toxunmayıbsa, ruhdan düşüb artıq onu verməmək lazım deyil. Yenə də təklif etməyə davam edirik. Biz təqdim etmə formasının bişirmə üsulunu dəyişə bilərik, öz nümunəmizi göstərə bilərik və daha bir çox başqa üsullardan istifadə edə bilərik. Şok məzmunlar. Yeməklə oynamaq olar. Bəli, uşaqlıqdan yadımızdadır ki, bunu etmək olmaz. Amma hər şey dəyişir, yemək yeməyə yanaşma da dəyişir. Mən yeməyi atıb mətbəxdə döyüş təşkil etməyi təklif etmirəm. Amma kimin siyarı daha bərk fırtıldayır, ya da kimin çiyələyi daha qırmızıdır. Bunu müzakirə etməyə heç kim mane olmur. Bir də uşağa icazə verin ki, yeməyi əli ilə tutsun, masanın üstündən üzünə sürtsün. Çünki o, bu yolla yeni yeməklərlə tanış olur və gələcəkdə zövqlə yediyi məhsulların sayı daha çox olacaq.